İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu, Nicatı Özkan, Hüseyn Gün və Mərdan Yanardağ barəsində casusluq işi ilə bağlı ittiham aktı hazırlanıb. APA Anadoluya istinada xəbər verir ki, ittiham aktı İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində hazırlanıb. Əkrəm İmamoğlu barəsində siyasi casusluq ittihamı ilə cinayət işi açılıb. Qeyd edək ki, ötən ilin oktyabrında Əkrəm İmamoğlu, İmamoğlu'nun seçki kampaniyasının rəhbəri Nicatı Özkan və jurnalist Mərdan Yanardağa qarşı casusluq ittihamı ilə istintaq başladılıb. Xatırladaq ki, Əkrəm İmamoğlu ötən ilin martında İstanbul Böyükşəhər Bələdiyyəsində başlanan araşdırma çərçivəsində saxlanılıb. İmamoğlu'nun evində axtarış aparılıb, sonra o tibbi müayinəyə aparılıb. Bu işlə bağlı ümumilikdə 100-dən artıq şəxs saxlanılıb. Əkrəm İmamoğlu 2019-cu ildə Cümhuriyyət Xalq Partiyasının namizədi olaraq İstanbul Böyükşəhər Bələdiyyə sədri seçilib.